Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Yol boyunca gelende gördüm şehirlerin şəkilləri. Her bir yerde böyle. Her bir istiqamətdə. Ben de son vaxtlar Qarabağ bölgesine tez-tez gedirəm. Kətlərdə şəhidlərin şəkilləri. Yani bütün Azərbaycan xalqı bu zəfəri əldə edir. Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir Salam 102 Xəbər Info və Inforum Xəbər TV sosial şəbəkə izləyiciləri. Hər bir bölgələrdə olduğu kimi öz missiyamızı yerinə yetirərək Şəhidlər Xiyabanını ziyarət edirik. Onları ruhları qarşısında baş əyirik. Eləcə də biz bugün Zaqatala şəhərinin Şəhidlər Xiyabanını ziyarət edirik. 44 günlük müharibədə Azərbaycanımızın vətəni uğrunda, azadlığı uğrunda canlarından, qanlarından keçmiş şəhidləri yad etmək, bütün Azərbaycan xalqında böyükdən kiçiyə hər bir Azərbaycanlı bu şəhid ailələrini, şəhid ziyarətgahlarını yad edirlər. Beləcə də biz Zaqatala şəhərinin başçısı Mübariz Cumaoğlu Əhmədzadə cənablarına minnətdarıq ki, belə səliqəli, səhmanlı diqqət yetirirlər. 102 Xəbər Info və Inforum Xəbər TV-nin rəhbəri Azər Xudayaroğlu, 102 Xəbər və Inforum Xəbər TV-nin bölgə müxbiri Hicran İmamverdi qızı və foto müxbir Seymur Əlioğlu. Dünyanı heyrətə salan oldunuz, azadlıq odunda yanan oldunuz, keçib ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər?